Azerselin 1 iyul tarixindən yeni tarif sisteminə keçəcəyi ilə bağlı açıqlama cəmiyyətdə müzakirələrə səbəb olub. Yeni qərara əsasən balans yüklənməsinə görə nömrənin aktiv qalma müddəti dəyişəcək. Məsələn, balansa 1 manat və ya 1 manat 99 qəpik yüklənən vaxt 1 gün, 2 manat və 2 manat 99 qəpik yüklənən zaman isə nömrənin aktiv qalma müddəti 2 gün olacaq. Maraqlıdır. Paytaxt sakinləri bu tariflə bağlı nə düşünür? Qətiyyən razı deyiləm. Mən özüm Azərsel istifadəçisiyəm zaten və qətiyyən razı deyiləm. Deyəsən iyul ayından tətbiq olunmağa başlayacaq və iyul ayından nömrəmi dəyişməyi düşünürəm artıq. Yaxşı işdir. Demək olar ki, bu insanların cibinə girmək kimi şeydirsə, qabaq 5 manat vururdum, 5 manatla da danışırdım. İndi bir günə, ola bilər 5 manatı mən bir aya danışıram. Onun nə dəxli var? Heç yaxşı deyil, yəni 1 manat verib bir gün açılması məncə bu tələbəyə də sərf eləməz. Buna görə mən nömrəmi dəyişdim. Dünənə kimi yaxşıdır. İndi təzə eşitmişəm qərar çıxardılar ki, bu 1 manat ödəyəcəksən, bir gün işlədəcəksən, ya 2 manat ödəyəcəksən, 2 gün işlədəcəksən. Yəni bu biraz normal bir şeydir məncə. Mən özüm Azərsel istifadəçisiyəm, amma belə olsa mən Azərseldən imtina edəcəm. Azərselin mətbuat xidməti ilə əlaqə saxlayan zaman Şərq TV-yə bildirilib ki, əgər abunəçi mövcud tarifin aylıq ödənişini edibsə, nömrənin aktiv qalması üçün əlavə ödəniş etməsinə ehtiyac yoxdur. Ən minimal tarif olaraq 2 manatlıq belə olsa tarifə qoşulmalısınız. Qoşulduğunuz təqdirdə aylıq sadəcə 2 manat belə yüksəsəz, xəttiniz 1 ay müddətinə açıq qalır. Sadəcə tarifin ödənişi aylıq ödənməlidir. Abunəçinin özündə olan mövcud tarifin aylıq ödənişi ödənməlidir. Əgər həftəlik olaraq, mütəmadi olaraq tarifinizin ödənişini ödəyirsinizsə, xəttinizi açıq saxlamaq üçün 1 manat yükləyib 1 gün xətti açıq saxlamağa ehtiyac yoxdur. Və ya tarifinizi dəyişdirib hər hansı bir aylıq tarif də götürə bilərsiniz. O zaman aylıq tarifinizin ödənişini ödədiyiniz təqdirdə xeyr, gündəlik olaraq 1 manat yükləməyə ehtiyac yoxdur xətti açıq saxlamaq üçün. Yusif Sultanoğlu, Sevinc Əliyeva, Şərq TV.